Bu gün mən sizə hormonlar haqqında məlumat verəcəyəm. Hormon Yunan sözü olub, mənası oyadıram, təkan verirəm deməkdir. Bir çox alimlər elmi tədqiqatlar irəli sürmüşlər, hormonlar haqqında mülahizələr irəli sürmüşlər. Bunlardan Silviye, Müller, Starling və Berner olmuşdur. Hormon, vəzlər hormonlar ifraz eləyir. Buna görə iki cür olur. Ekzokrin və endokrin hormonlar. Ekzokrin hormonlar o deməkdir ki, yəni axacaqları xaricə açılanlar, məsələn bunlara pi vəzləri, tər vəzləri, mədaltı vəzi, eyni zamanda göz yaşı vəzləri daxildir. Endokrin olanda isə birbaşa hormon qana ifraz olunur. Buna isə böyrək üstü vəz, mədaltı vəz, eyni zamanda pankreas, timus, epifiz və digər vəzlər daxildir. Qeyd etməliyik ki, mədaltı vəz, yəni pankreas həm ekzokrinə aiddir, həm endokrinə aiddir. Endokrin, yəni vəzi olmağı onu sübut edir ki, qanda şəkərin miqdarını tənzimləyir. Həm insulin, glukagon qana ifraz etdiyi üçün. Eyni zamanda ekzokrin olmağına səbəb isə həzm fermentlərinə ifrazı və sintez olması xüsusiyyətinə görə isə ekzokrindir. Endokrin vəzlər bu şəkildə öz əksini tapmışdır. Və qeyd etməliyik ki, hormon və hormona bənzər maddələr vardır. Bunlar hansılardır? Paratormonlardır. Sonra hormonoidlərdir ki, həmin hormonoidlər, paratormonlar hormonlara bənzətsə də onlardan fərqli xüsusiyyətləri də vardır. Məsələn, paratormonlar qeyd edirik ki, qeyri-spesifik dəyişikliyi törədən maddələrdir. Eyni zamanda xüsusi vəzlərdən sintez edilmir. Lakin hormonoidlər sintez və sekresiyasına görə hormonlara bənzətsə də təsir mexanizminə görə hormonlardan fərqlənirlər. Bəs hormonlar nədir? Hormonlar birbaşa xüsusi vəzlərdən qana ifraz olunur. Eyni zamanda maddələr mübadiləsində, fizioloji proseslərin gedişatında istifadə olunan, iştirak edən bioloji aktiv maddələrdir. Deməli, qeyd etməliyik ki, həqiqi hormonların xarakterik xüsusiyyətinə diqqət yetirsək, qeyd edəcəyik ki, deməli, hormonlar spesifik xüsusiyyətə malikdir. Birbaşa xüsusi vəzlərdən birbaşa qana sekresiya olunur, eyni zamanda distant təsirə malikdir və yüksək bioloji fəallığa malik maddələrdir. Reseptorların lokalizasiyasına nəzər salsaq görəcəyik ki, hormonlar reseptorlara iki cür formada təsir eləyir. Hüceyrə membranda olan hormonlar reseptorlara təsir eləyən zaman, məsələn, zülal tərkibli hormonlar, sonra katexol aminlər, serotonin və digərləri aiddir. Eyni zamanda isə reseptorun hüceyrə daxilində olan reseptorlara təsir edən hormonlara isə tiroid və steroid hormonlar daxildir. Bəs qeyd edirik ki, steroid və tiroid hormonları nədir? Steroid və tiroid hormonları eyni zamanda hüceyrə membranından daxilə keçir, asanlıqla keçir və bu zaman sitoplazma, bir qismi sitoplazma reseptorları ilə birləşmə əmələ gətirir və bir qismi isə birbaşa nüvə reseptorlarına birləşir və nəticədə sitoplazma ilə reseptorla birləşən zaman yenə nüvə reseptorlarına geri qayıdır. Və qeyd etməliyik ki, steroid hormonlar birbaşa zolal sintezinə təsir eləyir. Tiroid hormonlar isə həm zolal sintezinə, həm də ATF-in sintezinə tənzimləyir. Fiziki kimyəvi xassələrinə nəzər salsaq görəcəyik ki, hidrofil və lipofil maddələr hidrofil və lipofil formada olurlar. Hidrofil yəni suda həll olanlar, lipofil isə yağda həll olanlardır. Suda həll olanlar adətən zolal tərkibli olanlardır. Bunlara aiddir, məsələn, katexol aminlərə aiddir. Lipofil isə yağda həll olan maddələrdir. Bunlar isə tiroid və steroid maddələr aiddir. Eyni zamanda qeyd etməliyik ki, hidrofil maddələr və lipofil maddələr arasında əsas fərq ondan ibarətdir ki, hidrofil maddələrdə sərbəst halda olurlar, birləşmə halında olmurlar və eyni zamanda tez bir müddətdə parçalanma əmələ gətirirlər. Lakin lipofil maddələr birləşmə halında olurlar, zulalla birləşirlər, eyni zamanda sərbəst halda az olurlar və qeyd ediləcək ki, uzun müddət ərzində bunların parçalanması gedir.
Orqanizmdə orqanlar arası əlaqə. Bu prinsip ondan irəli gəlir ki, iki cür formada olur. Sinir və endokrin formada olur. Sinir formada olan zaman sinir impulsları sinir lifləri vasitəsilə ötürülür. Endokrin formada olan zaman isə humoral yollarda orqanizm və toxumalara, orqan və orqanlar sisteminə qan vasitəsilə ötürülür. Burada isə qeyd olunubdur ki, hormonların sintez və sekresiyasının tənziminə görə qeyd ediləcək ki, endokrin vəzlər iki qrupa ayrılır. Mərkəzi və periferik vəzlərə bölünür. Hipotalamus və hipofizə isə qalxana bənzər cinsiyyət vəzləri, qalxana bənzər ətraf vəzləri, böyrək üstü vəzi və mədaltı pankreas vəzləri aiddir. Və periferik həmin endokrin vəzlərə hipofiz vasitəsilə olanlar və hipofizdən kənar vasitəsilə olanlara aiddir. Hipofiz vasitəsilə olanlara transhipofizar, hipofizdən kənara isə parahipofizar aiddir. Hər ikisinə qeyd edə bilərik. Məsələn, qalxana bənzər vəzi misal göstərə bilərik. Biz əks əlaqə prinsipi nədir? 1935-ci ildə Zavadovskinin müşahidəsi nəticəsində əks əlaqə prinsipi meydana çıxmışdır və həmin əks əlaqə prinsipinə əsasən periferik vəzlər hipofizin ön payı və hipotalamusun neyrosekretor nüvələrinin fəaliyyətinə təsiri öz əksini tapmışdır. Deməli, endokrin vəzlər arasında əlaqələr 4 cürdür. Əks əlaqə prinsipidir. Hormonların təsirinin sinergizmi, hormonların təsirinin antagonizmi, hormonların permissiv təsiri aiddir. Deməli, qeyd etməliyik ki, reseptor mürəkkəb zulaldır. Tərkibi polipeptid zəncirdən ibarətdir. Eyni zamanda quruluşuna görə iki hissədən ibarətdir. Tanıyan isə və digəri isə xəbərdar edici isə. Hormonların təsir mexanizmini bu şəkildə daha aydın öz əksini tapmışdır. Hormonların təsir mexanizmi iki formada olur. Membran reseptorları vasitəsilə təsir mexanizmi, sitoplazma və nüvə reseptorları vasitəsilə təsir mexanizmidir. Bu şəkildə üç vəziyyət qeydə alınmışdır. İlkin vəziyyətdə hormon reseptorla birləşmə əmələ gətiribdir və burada hormon reseptor kompleks əmələ gəlmişdir. Daha sonra bu ilkin vəziyyətdir. İkinci vəziyyətdə hormon reseptor kompleksi tənzimedicilərə təsir eləyir. Tənzimedicilər hansı ki AMF, GMF, kalsium müsbət və dağ təsir eləyir və burada ikinci vəziyyət yaranır. Birinci vəziyyətlə ikinci vəziyyət arasında C zulalı yaranır. İkinci vəziyyət yaranan zaman asetilaçiklaza və guanilaçiklaza sistemi aktivləşir və bu zaman isə üçüncü vəziyyət yaranır. Üçüncü vəziyyətdə protein kinaza fermenti aktivləşir. Eyni zamanda bayaq qeyd elədiyim kimi birinci və ikinci vəziyyət arasında C zulalı yaranır. C zulalı quruluşuna görə deməli həm alfa, beta, gamma polipeptidlərindən ibarətdir. Demək C zulalı aktiv və qeyri-aktiv olur. Qeyri-aktiv olan zaman alfa, beta, gamma polipeptidləri aktiv olur və QDF aktiv olur. Lakin C zulalı aktiv olan zaman isə alfa qalır. Beta, gamma polipeptidlər ayrılır, QDF ayrılır, yerinə isə QTF daxil olur. Adenilaçiklaza sistemi. Adenilaçiklaza sistem iki sistemdir. Adenilaçiklaza və guanilaçiklaza sistemi. Adenilaçiklaza sistemi ilə guanilaçiklaza sisteminin əsas fərqi ondadır ki, reseptorlarından və fermentlərinə görə əsas fərqlənirlər. Yəni, əsas fərqi ondadır ki, adenilaçiklazada 3 ferment vardır. Adenilaçiklaza fermenti, protein kinaza və fosfodiesteraza fermentindən ibarətdir. Guanilaçiklaza sistemində isə yalnız guanilaçiklaza fermentindən ibarətdir. Və hər ikisinin oxşar cəhəti ondan ibarətdir ki, hər ikisində reseptor var, tənzimedici C zulalı var və fermentin katalitik hissəsi mövcuddur. Deməli, qeyd eləməliyik ki, bioloji prosesdə iştirak etməyən və artıq qalan həmin o AMF fosfodiesteraza fermentinin təsiri ilə penta AMF-yə çevrilir.
Eyni zamanda guanilaçılaza sistemi burada diqqət yetirsək görəcəyik ki, həmin o bayaq qeyd elədiyim kimi asetilaçılaza sistemindən əsas fərqi ondan ibarətdir ki, fermentlərinə görə əsas fərqlənirlər. Guanilaçıklazada guanilaçıklaza fermenti aktivdir. Eyni zamanda QTF-ni QMF-yə qədər parçalayır. Guanilaçıklaza fermentinin asetilaçıklaza ilə oxşar cəhəti də ondan ibarətdir ki, eyni zamanda hər ikisi həm reseptor hissə, həm cezulalı, həm də katalitik hissədən ibarətdir. Sitoplazma kalsium müsbət ionlarının qatılığının sabit saxlanmağı üçün dövriyyəsinə diqqət yetirsək görəcəyik ki, orqanizmada sitoplazma kalsium ionların artığı ATF vasitəsilə hüceyrə arası mayeyə daxil olur. Hüceyrə arası mayədən hüceyrəyə və daha sonra isə mitoxondri və endoplazmatik şəbəkəyə toplanır və nəticədə qalan kalsium ionları yenidən sitoplazmaya geri qayıdır. Steroid hormonları nəzər salsaq görəcəyik ki, steroid hormonlar, bunlar estrogenlər, progesteron və glikokortikoidlərdir, mineralokortikoidlərdir, androgenlər və kasitroldan ibarətdir. Tiroid hormonlarda təsir eləyir tiroksin və tirotirioninə. Daha sonra qeyd etməliyik ki, hormonların sintezi və sekresiyası. Hormonların sintezinə diqqət yetirsək görəcəyik ki, iki cür formada olur sintezi. Vasitəsiz formada, yəni birbaşa və vasitəli formada olur. Vasitəli dolayı yolla olur. Sadəcə ikisinin fərqi ondan ibarətdir ki, hər ikisində gen, məlumat yerinti olur. Sadəcə vasitəsiz də prohormon olur, vasitəli də ferment və hormon olur. Hər ikisində. Hormonların orqanizmdə sirkulyasiyası, metabolizmi və ekskresiyasına diqqət yetirsək görəcəyik ki, hormonlar orqanizmada sekresiyası ümumiyyətlə qan və limfaya sekresiya olunur və onların sirkulyasiyası orqanizmada gedir, dövriyyəsi və parçalanması, katabolizması gedir qaraciyərdə, deməli ekskresiyası isə böyrək və bağırsaqlarda gedir. Bu cədvəldə isə hormonların yarım parçalanma dövrləri öz əksini tapmışdır. Məsələn, tiroksin 4 gün ərzində hormonu STH somatotrop və cəmi 10-17 dəqiqəyə parçalanması gedir. Hipotalamusa nəzər salsaq görəcəyik ki, hipotalamus beynin 1%-ni təşkil edir və qeyd etməliyik ki, hipotalamus orqanizma üçün ali tənzimedici orqan sayılır. Çox önəmli orqandır. Çünki həm daxili orqanların, həm toxumaların işinə nəzarət edir. Əgər bu iş prinsipi pozularsa, daxili orqanlarda və toxumalarda patologiyaların yaranması ilə nəticələnəcəkdir və qeyd etməliyik ki, yalnız beynin 1%-ni təşkil edir hipotalamus və hipotalamusun özü də 3 hissədən ibarətdir. Ön, orta və arxa hissədən ibarətdir. Ön hissədə vazopresin, oksitosin, arxa hissədə isə liberinlər və statinlər mövcuddur. Liberinlər qanda hormonların miqdarını artırır, statinlər isə miqdarını azaldır. Məsələn, prolaktin üzərində nümunə götürə bilərik. Prolaktin süd hazırlayan hormondur və həmin o prolaktin, məsələn, somatokratin olanda süd miqdarı artır, somatoliberin olanda isə həmin miqdar azalır. Hipotalamusun neyrotransmitterləri bunlara aiddir serotonin, noradrenalin və dopamin. Hipofizin endokrin funksiyasına nəzər salsaq görəcəyik ki, 2 hissəlidir. Adenohipofiz və neyrohipofiz paydan ibarətdir. Ümumiyyətlə qeyd etməliyik ki, hipofizdə tük yəri çuğurunda yerləşir. Kütləsi 0.6-0.7 qramdır. Yetkin yaşlı insanın beyninin 2 pay hissəsini təşkil edir. Adenohipofiz ön paydır, neyrohipofiz isə arxa paydır. Və adenohipofizdə 3 növ hüceyrələr vardır. Bazofil hüceyrələr, eozinofil hüceyrələr və xromofob hüceyrələr vardır. Bazofil hüceyrələr ACTH, adrenokortikotrop hormonu, TTH və FSH-LH və eozinofil hüceyrələrə somatotrop hormonu, STH, prolaktin aiddir. Neyrohipofizdə isə vazopresin və oksitosin
daxildir. Vazopresin ümumiyyətlə qeyd edirik ki, antidiuretik hormondur. Osmotik təzyiqini nizamlayır və orqanizmdə böyrəklərdə yumaqcıqlara təsir edir, suyun geri sorulmasına nəzarət edir. Eyni zamanda damarlarda, arteriyalarda və kapilyaları daraltmaq xüsusiyyətinə malikdir. Lakin oksitozin doğuş zamanı doğuş əzələlərinin yığılmasına, açılmasına nəzarət edir. Eyni zamanda süd vəzlərinə təsir eləyir. Həmçinin hamiləlikdə tonusa təsir eləyir. Tonusun miqdarını tənzimləyir. Adrenokortikotrop hormonu AKTH. Adrenokortikotrop hormonunun özü AKTH bazofil hüceyrələrinin sintezi olunur və hədəf orqanı böyrəküstü vəzin qabıq maddəsidir və qeyd etməliyik ki, AKTH orqanizm üçün çox önəmlidir. Həm lipoliz prosesində, həm insulin miqdarının qanda nəzarətinin sekresiyasını artırır, nəzarət edir. Eyni zamanda pigmentasiyada təsir edir. Hipofizin endokrin fəaliyyətinin pozulması. Demək, hipofizin ümumiyyətlə sekresiyasının pozulması orqanizmada bir çox xəstəliklər yaranmasına gətirib çıxardacaqdır. Hansı ki, hiposekresiya və hipersekresiya ilə nəticələnir. Qeyd eləməliyik, Simon sindromu və Sheehan sindromu burada öz əksini tapır, yaranır və Simon sindromu zamanı infeksiya xəstəliklərin, virus xəstəliklərin, məsələn, qripdir, miqrendir və vərəm xəstəliklərində özün bir özə verir. Sheehan sindromu isə hipofizin damarlarında zədələnməsi nəticəsində yaranır. Bu doğuş zamanı və abort zamanı daha çox qan axması ilə nəticələnir. Deməli, hipofiz hormonlarının pozulması ilə əlaqədar olaraq somatotrop hormonunun qanda miqdarı artır. Eyni zamanda bu şəkildə qeyd edə bilərik ki, somatotrop STH hormonunun uşaqlarda daha çox qana ifraz olması gigantizm, nəhəng boyluq yaradır və qana az ifraz olması çarlik, ciddən boyluq yaradır. Əgər yaşlı insanlarda isə qana daha çox ifraz olması akromegaliya xəstəliyin yaranmasına gətirib çıxardıb. Hansı ki, akromegaliya zamanı əl və ayaq barmaqları, alt çənə olsun, bunlarda böyümə baş verir, hətta dil hipertrofiyaya qədər uğrayır. Sonda isə qeyd etmək istəyirəm ki, Itsenko-Cushing və Addison xəstəliyi haqqında məlumat vermək istəyirəm. Itsenko-Cushing və Addison xəstəliyinin əsas fərqi ondan ibarətdir ki, Itsenko-Cushing xəstəliyi zamanı qanda həm AKTH, adrenokortikotrop, həm də glikokortikoidin miqdarı artır. Eyni zamanda Addison xəstəliyində isə AKTH-in miqdarı yüksəlir, glikokortikoidin miqdarı aşağı düşür. Həmçinin Addison xəstəliyi bürünc xəstəliyidir və insan orqanizmasında dəri bürünc rəngi alır. Diqqətiniz üçün təşəkkür edirəm.